Çexiya səyahətinin 3-cü günü və 3-cü şəhəri. Çexiyanın sənaye ruhlu şəhərində, Ostravadayıq. Şəhərə çatan kimi ilk vacibi iş nəqliyyat bileti almaqdır. Bileti avtobus dayanacağındakı aparat vasitəsilə almaq mümkündür. Bileti alandan sonra aktivləşdirmək mütləqdir. Bilet avtobus və ya tramvayda aparatlara daxil etməklə aktivləşir. Gecələmək üçün 2 nəfərlik otaq rezerv etdik. Booking.com-da hostel haqda rəylər çox müsbət idi və doğrusu bizi heç məyus etmədi. 2 nəfər üçün cəmi 33 avro ödədik. Bu qiymətə görə şərait çox yaxşı idi. Dinopark şəhərin kənarında yerləşdiyi üçün bir günlük şəhəriçi bilet bu marşruta aid deyil. Ayrıca bilet almaq lazımdır. Nəhayət çatdıq. Gülhanə dedim sadəcə maketdir, amma bu maket deyil, onlar canlıdır, tərpənirlər və səsləri çıxır. Zalım kral kertenkele. Çok korkulam hazırda böyle bir hava elif məni udacaq kimi deyirmiş ki, dinozavurların kralı mənəm deyirmiş. Sağlığında elə deyirmiş. Sağlığında belə deyirmiş. Deyirmiş ki, mən çox populyaram və dünyanın ətrafında qaça bildiyim qədər qaçmışam. Burada yazılana görə Mezozoik dövrün ən təhlükəli və güclü yırtıcılarından biriymiş. Artıq Mezozoik dövrü neçə min illər əvvəl olubsa, Siz bu ayaqlara baxarkən nə düşünürsünüz? Sizcə bu qartal caynağıdır? Xeyr, bu bir dinozavr ayağıdır. Bu məlumat çex dilində yazılır, amma onu Azərbaycan dilinə tərcümə edəndə çox qəribə şeylər çıxır. Sadəcə bu nəhəng kərtənkələ ya da dinozavr haqqında onu deyə bilərəm ki, Argentina kərtənkələsi ən böyük Argentina kərtənkələsi hesab olunur. Burada zarafatyana cümlələr işlədilib və axırıncı cümləni demək istəyirəm. Yazıb ki, mənim kürəyimi ovuşdurmaq üçün neçə masajçı lazımdır? sual verin. Sual verir. Hə, bir də çox ağır bir şey, bir kərtənkələ imiş. 15 fil ağırlığında yazılıb orada ki, 15 fil ağırlığındaymış. Maraqlıdır. İndi siz baxın və deyin. Bu nəhəngin kürəyini masaj eləmək üçün neçə masajçı lazımdır? Ostravadakı Dinopark ailələr üçün çox məşhur məkanlardan biridir. Parkın içində müxtəlif ölçülərdə hərəkətli və səsli dinozavr maketləri var. Bəziləri o qədər real görünür ki, istər-istəməz biraz qorxursan. Bilet qiymətləri isə olduqca münasibdir. Böyüklər üçün giriş təxminən 11 avro. Uşaqlar və tələbələr üçün isə biraz daha ucuz. Ailə paketi təxminən 40 avroya. Hər döngədə bir başqa dinozavr, hər küncdə fərqli bir səs və yeni bir hekayə qarşına çıxır. Elə bil kimsə tarix kitabını açıb canlı hala gətirib və sən də onun içində gəzməyə başlamısan. Mənim üçün isə bu park sadəcə turistik bir məkan deyil. Həm də uşaqlıq illərinə səyahət oldu. Televizorda baxdığımız dinozavr sənədli filmləri, animasiya filmləri, tarix kitablarının arxa səhifələrindəki skelet rəsmləri indi burada qarşımda 3D formatda və səslə. Əgər Ostravaya yolunuz düşərsə, sadəcə mərkəzi deyil, şəhərdən biraz kənardakı bu kiçik macəra zonasında siyahınıza əlavə edin. Uşaqlıq xəyallarınızın içində bir neçə saat gəzmək üçün mükəmməl fürsətdir.